Salam, hər vaxtınız xeyir olsun. Əziz millətim, əziz dostlar. Mən bayaqları baxdım, dünən də deyəsən, dünən daha doğrusu. Dünən bir təsadüfən bu TikTokda mənim önümə bir şey çıxdı. Bu telekanalların birində nəsə bir aparıcı var. Nəsə bir düz söz danışıb o. Mən ümumiyyətlə baxmıram bu verilişlərə, amma orada yazmışdılar, bir düz söz danışıb nəsə telekanal ömründə bir dəfə. Bir əxlaqi cəhətdən insanlarımıza lazım olan bir şey deyib. Orada deyib ki, demək, uşaqlarınızı Bakı şəhərinə göndərməyin qız uşaqlarını oxumağa. Çünki yaxşı yola düşmürlər. Sonra deyib ki, bir geyimizi dəyişin, gəlin güdün də burada uşaqlarınızı izləyin, görün. Bunlar nə işlə məşğul olur, nə tər yaşayırlar burada. Yəni onu sübuta yetirmək üçün deyib. Məsələn, qeyd eləyib ki, bu deyək ki, regionların hansındasa bir ali məktəb var. Həmin o rayona yaxın olan rayonların vətəndaşları gedib orada təhsil alsınlar. Niyə məhz Bakı şəhərinə? Bunu audio-vizual şura bu aparıcını cəzalandırıblar ki, sən düz söz danışmırsan, sən millətin əxlaqına söz atırsan, falan filan və ilaxır. Mən bu dəqiqə o qədər kəskin sözlər danışa bilərəm, o qədər ağır söz deyə bilərəm o audio-vizual şuraya. Sadəcə olaraq mənim bu tərbiyəm buna yol vermir. Belə deyək, yüngül formasına. Bu deyir ki, yalan demir ki, gəlin çıxaq gedək şəhərə. Bu adam demir ki, hamının evlatları bu gündədir. Çoxluq. Deyir, gəlin çıxaq şəhərə, mən sizə göstərim də. Pis söz deyir ki, uşaqlarınızı deyir, nəzarət eləyin də, qız uşaqlarına. Pis söz deyir. Niyə görə bağlayırsınız, cəzalandırırsınız onun verilişini? Bəs bu boyda fahişəxanalar, ondan sonra satılmışlar, vətəni satan, milləti satan şərəfsizləri səhərdən axşama qədər telekanallarda danışırlar. ARB kanalı keçən il bu vaxtlar bir xəstəxananı düz hardasa 3 ay rüsva elədi. Hər gün verilişdə həmin xəstəxananın kollektivini rüsva elədi, təbibi rüsva elədi. Niyə siz buna məhdudiyyət qoymursunuz? Bir dənə bu adam deyib ki, bu da indi bilmirəm, kimdə nə tərsə olubsa o deyib o. Yəni, heç mənim ağlıma gəlməyərdi ki, Azərbaycan telekanallarında hansı aparıcı belə bir gözəl söz deyə, belə bir ictimaiyyətin ürəyindən gələn bir söz işlədə orada. Nə tərsə olubsa bilmirəm, onu da cəzalandırıblar. Demək, bu fikirləri, bu əxlaq normalarını insanlara təbliğ eləyən bir verilişi, proqramı bağlayırsınız, fahişəxanalara güc verirsiniz. Bu sizin bu telekanallardakı fahişəxanaları artıq 5 il, 6 ildir ən azı mən tənqid edirəm, bütün o problemləri çıxardıram, insanlarımızın, vətəndaşlarımızın əxlaqını pozur. Audio-vizual şura, sən əxlaq normalarını müdafiə edən verilişi bağlayırsan, əxlaqsızları səhərdən axşamacan bədənlərini lüt formada paltarsız telekanallarda əxlaqsızlıq eləyənləri, bir-birini təhqir eləyənləri, bir-birinə milyonun var, milyardın var deyib güya sistem verənləri, axmaq, tərbiyəsiz verilişləri dəstəkləyirsən. Burada durun. Burada durun. Niyə indi mən sizə deyəcəm? Problem tapıldı.
Problem audio-vizual şuranın rəhbərliyindədir. Ölkədə telekanalları fahişəxanaya çevirəndə budur. Hər şey ortaya çıxdı. Demək, yenə təkrar edirəm. İllər ötüb, nə bilim, qərinələr keçib, bir dənə kəlmə televiziyada insanlara lazımlı bir kəlmə söz işlədilib, əxlaq normalarını müdafiə edən proqramı bağlayıblar. Gündəlik fahişəliyi təbliğ edən kanallar alqışlanır. Demək, bunun kötücü, bunun özə audio-vizual şuranın rəhbərliyindədir. Audio-vizual şuranın rəhbərliyi nəzarətə götürülməlidir. Mən indiyəcən bilmirdim ki, bunun günahkarı kimdir. Mən artıq bildim. Biz indi həmin o audio-vizual şuranın iş fəaliyyətini nəzarətə götürəcəyik, onu monitorinqlər eləyəcəyik, tez-tez həmin şuranın hərəkətlərini, gördüyü işləri. Çünki başqa biz yol yoxdur. Bu əxlaqsızlıq, bu tərbiyəsizlik, bu satqınlığı, bu namussuzluğu, şərəfsizliyi təbliğ eləyir telekanallar. Bunun da arxasında duran demək bu qurumdur. Belə çıxır. Yaxşı sözü cəzalandırırlarsa, demək bunu keçən indi bir yana həmin o aparıcının sözünə qüvvət mən də bir-iki kəlmə deyəcəm. Niyə görə deyirlər ki, axın başlayıb şəhərlərə? Əziz millətim, hamınız qız evladlarınızı oxutdurursunuz. Kəndlərdə qız evladları var ha, özlərini o uşaqlar öldürürlər, gecə gündüz oxuyurlar ki, imtahan verim, instituta girim, kənddən qaçın Bakıya. Ancaq ona görə oxuyurlar kənd qızları. Yəni indi burada kimisi acığına gələcək, məsuliyəcək, nəmlə, boş-boş söhbət deyib, sizin söyüşünüzlə öz-üzə geçsin hamısı da. Özünüz də bilirsiniz ki, mən düz deyirəm. Özünüz də bilirsiniz. Ay, başıma dönüm sənin. Bu nə oldu? Bu hamı, bütün qızlar professor olacaq. Bakıda, nə bilim, Şəkidə. Ay, bu dolma pikən kim olacaq bə? Ay, başıma dönüm, bu uşaq saxlayan kim olacaq bə? Bu ərə qulluq eləyən kim olacaq bə? Ay, bu hamı professor olacaq. Bu qədər iş yeri hardadır ki, Azərbaycan bu boyda ölkədir də. Bu milyonlarla institut qutarama, bunlara harda ki, Azərbaycan bu boyda dövlətdir də. Mən yalan deyirəmsə, bir nəfər dursun desin, yalan deyib. Gedin ali təhsil institutlara bir baxın, qəbul olanlara. Mən dəfələrlə orada biz seminara, treninqlər keçirmişik. İnstitut tələbələri, qızlar var ha, institutda oxuyan tələbələr. İnstitutda oxuyan qızların hər institutda 95% rayon qızlardır, rayon uşaqlardır. Bakı şəhərindən 5 nəfər, 5-10% ali təhsil alan var oxuyan. 90-95%. Tip kolleci, bir də ali təhsil müəssisələri. Bu nə vaxta kimi gedəcək bu? Bu nədir bu? Bu nədir bu? Bu qız uşağı nətər yetişdirirsiniz? Bu nə vaxt bu qadın olacaqlar? Bunlar nətər uşaq dünyaya gətirib, ailəsinə, uşağına xanım olacaqlar bunlar. Elə hamı səhər tezdən durub pamadalanıb işə gedib işdən gələcəksə, olmayan işi özdə heç yoxdur da iş yeri. O qədər. Bəs bu evdə kim olacaq? Bu evdə qadın, xanım kim olmalıdır? Uşaqlarınıza yemək pişirməyi öyrədin, uşaqlarınıza mətbəxi öyrədin, uşaqlarınıza ailənin nə olduğunu, uşağın nə olduğunu, qaynananın, qaynatanın nə olduğunu öyrənin. 10 dənə evlənəndən 7'si boşanır. Niyə? Hamının fikri oynamaqda, gəzməkdə, nə bilim mən və ilaxır. Heç kim ailə uşağı olmaq istəmir. Kimin evində oğlan uşağı var, hamısı qız axtarır. Heç kim qız tapıb, evinə, başına fata atıb, evinə gətirəsin, qız tapa bilmir. Millət girincdir.
Kimin evində oğlan var? Bax, soruşun, bilirsiniz özü. Hamı bir-birindən soruşur. Qız yeri bilmirsən, normal bir ailə tanımırsa, yoxdur. Niyə? Hamısı bunun nəticəsidir. Bunun nəticəsi. O aparıcı düz danışırlar. Ay, nə var bu uşağı yollayırsan? Sən bura gəldi, oxudu. Bakı Dövlət Universitetinin hüququnda sən qızın oxudu. Hə, nə oldu? Prokuror aparıb qaçsın işləyəcək Bakıda. Ha, Bakı bu boydadır da, bu nə qədər Bakı adam yıxalmış ki. Ha, bu ailəçiliyi öyrədin də evlatlarınıza. Oğul ataları, kişiliyi öyrədin. Qız anaları, xanımlığı öyrədin qızlarınıza. Bu nədir bu kişi, ay kişi, bu nədir bu ali təhsil ocaqlarına geçsən, qızlar çıxır, 100 qızdan 90'ı rayon qızlardır, kənd qızlardır, giriblər üstü oxuyurlar orada. Bu bizim analarımız, nənələrimiz nətər yaşayıblar ki, xanım xatın olublar, düzdür. Bu nədir mini yubkada, kablokkada, pamadalı, nə qədər gedib gələcək, nə qədər gedib, bu arva ailəyə uşağa kim baxacaq da? Ona görə də mən o aparıcının sözünə qüvvət verirəm və dəstəkləyirəm. Uşaqlarınızı ailə olmağa öyrədin, xanım xatınlığı öyrədin qızlarınıza. Diskriminant təlliyi həll eləməyi öyrətmiyor. Gedin, öyrədin xanımlığı, xatınlığı. Mən sözüm bu qədər. Əsəb keçirdirəm. Məcbur olduğumuna reaksiya verəm mən buna. Çox sağ olun. Gecəniz xeyrə qalsın.